Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan hava yollarının sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir. Qeyd edək ki, Azalın Pakistanın Lahor şəhərinə bugünə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək. Xatırladaq ki, mayın 7-sində Azal Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirilməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. Bu səbəbdən indiyədək Pakistan və Hindistana uçuşlar həyata keçirilməyib. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.